فَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Kim Allah'a təvəkkül eləyər, Allah ona kifayət. Həzrəti Yusuf əleyhissalam bir dəfə çaşır zindanda, zindandan çıxan adama azad olunana. Deyir ki, məni şahın yadına sal, Misir şahının. Dinən mən günahsız yerə burada qalmışam. Bir adam zindandan azad olur, ona deyir, xahiş edir ki, ged orada onun yadına sal ki, mən burada nahaq yerə həbsdəyəm. Elə ki, o adam çıxır, gedir, Cəbrail nazil olur, Yusuf, Allah soruşur ki, quyudan səni kim çıxartdı? Filan yerdə, filan köməyi sənə kim elədi? O da deyir, ilahi, sən elədin və səhvini başa düşür. Deyib, bu səhvin nəticəsi olaraq 7 ildə zindanda artıq qalacaqsan. Mənə söykənəcəksən. Din demir vasitəyə tərəf getmə, işi qəlbinləndir. Deyəsən, Yusufun qəlbində nəsə bir an Allahdan yayınma baş verdi. Söhbət ondan getmir, adam vasitəyə müraciət eləməsin. Hər bir işin bir vasitəsi var. Mühüm olan bu deyil, kiməsə müraciət eləmə. Mühüm qəlbdir. Qəlbdə vasitəni əsas görürsən, yoxsa işin Allahın əlində olduğunu görürsən. 7 ildə burada qalacaqsan. O adamın yadından çıxardır Allah. Neçə ildən sonra o yuxu görür, onun yadına düşür ki, bəs Yusuf məndən xahiş eləmişdi. Övliyaları ilə də belə davranır. Bunu neçə dəfə danışmışam. Deyir, quyuya qardaşları Həzrəti Yusufu atanda birdən deyir, Yusuf gülməyə başlayır. Qardaşları özü təəccüblənir ki, sən quyunun içinə səni atırıq burada, ağlamalı məqamdır, gülməli bir şey yoxdur. O cavab verir ki, mən bir dəfə baxırdım, sizə neçə qardaş idilər, da bilirsiniz Yusufun qardaşları. Deyir, öz-özümə öyündüm, dedim, bu qədər qardaşım var, mənə kim nə eləyə bilər? Allahın işinə bax ki, gətirdi, sizin əlinizlə məni quyunun dibinə atır. Bu dünyanın qaydası, qanunudur. Allahdan qeyri kimə söykənərsənsə naümid qalarsan. Hətta dost vəfalı da olsa bir gün əlindən bir şey gəlməz. Söhbət ondan getmir ki, dostlar hamısı vəfasızdır. Amma bəzisi vəfasız olar, bəzisi vəfalı olar. Yəni insan bəzən görürsən elə ondan gileylənir, bundan gileylənir, ondan küsür, bundan küsür. Həmişə küskünlükdədir, həmişə gileygüzar içindədir. İnsan həyatın qanunu bir dəfəmlik bilsin ki, dünya belə gəlib, belə gedəcək. Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm. Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm. Füzuli yazır bunu. Bu dünyanın xüsusiyyəti budur, xasiyyəti budur. Ya vəfasızdır, ya vəfası da varsa bir gün əlindən bir şey gəlməyəcək. Odur ki, şu əvvəlcədən bil, qüdrət sahibi olan Allaha arxalan, Allaha söykən. Bunun adı da təvəkküldür. Təvəkkül böyük bir dərəcədir insan üçün. Qiyamət günündə bizim əlimizə çox şeylər ki, gəlməyib, onun sirri açılacaq. Allah deyəcək ki, bu şeylərdən səni məhrum elədim, çünki mənə söykənmirdin. Mənə arxalanmırdın. Başqalarına arxalanırdın. Heç nədən etibar gözləmə. Heç nəyə söykənmə. Dərs oxuyur biri görsən, diplom alım, diplom mənə hörmət versin. Allah qoymayacaq onu. Diplom alacaqsın, amma hörmətin olmayacaq. Hörməti, izzəti, ruzunu, hər şeyi bəxş eləyən Allahdır. Sən vəzifə və əməl elə. Min haysu la yaxtasib, Quranda var. Allah güman eləmədiyin yerdən ruzu yetirər sənə. Heç bilmədiyin yerdə. فَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Kim Allaha təvəkkül eləyər, Allah ona kifayət. İman burada imtihan olunur. İnsan bilir ki, Allah məni yaradıb, bu kifayət eləmir. Quranda var, bütpərəstlərdən soruşsun, sizi yaradan kimdir? لَيَقُولُنَّ deyərlər, Allahdır bizi yaradan. Bütpərəst də bilir yaradan Allahdır. Yaradan məsələsi deyir. Məsələ bundadır ki, qüdrət kimin əlindədir, onu biləsən. Kimə söykənəsən? Hətta özvə söykənmə. Öz qüdrətvə söykənmə. Allahın imtihanı bundan ibarətdir. Görək həyatda bu kimə söykənir. Əleyhissalam deyir, səni harda tanıdım? Allaha deyir. O yerdə ki, işlərimi düzdüm, qoşdum, hər şeyi hazır elədim, sən alt üst elədin. Hər şey hazır idi, nəticə olmadı. Allah hərdən özünü belə göstərir. Zahirən hər şey qaydasındadır, birdən gəlir alt üst eləyir.
Sözümü yekunlaşdırıram. Bir nəfər alimdə deyir, bir dostum var idi, tükançı idi. Onun deyir, işçiləri ilə davranışına baxdım, deyir, Allahın bəndələri ilə davranışı yadıma düşdü. Deyir, neçə dənə şagirdi vardı tükanda, bir ikisi zirənlik eləmək istəyirdi. Gedirdi məsələn öz işini görə-görə, o biri dükandan da nəsə alırdı, gətirirdi, artıq satırdı filan. Bu müdür deyir, onu çağırdı, dedi ki, nə etmək istəyirsən sən? Deyirdi ki, bəs mən istəyirəm biraz pul artıq qazanım, evlənməliyəm filan. Deyirdi, sənə mən nə əmr eləyirəm, mənim işimi gör. O yan bir yana gedib zirənlik eləmə. Yoxsa səni qovacam işdən, çıxıb gedəcəksən. Deyir, oldu baş üstə. Necə desən elə. Deyir, neçə gün, neçə ay keçdi, bu qaydasında işlədi. Sonra deyir, maraqlandı bu hansı qız istəyir, getdi özü elçiliyə onun üçün. Onu aldı, toy xərclərini boynuna götürdü. Evləndirdi, maaşını da artırdı. Deyir, mən buna baxdım, dedim, Allah eyni ilə belə davranır bəndələri ilə. Onun öz planı var beynində. Deyir, sən işi gör, mən deyəni elə, artıq zirənlik göstərmə. Ona buna tərəf getmə. Mən deyəni elə, bütün müqəddəratım mənim boynuma. Mən özüm həyatımı tənzimləyəcəm. Fəaliyyət elə, çalış, amma düz yolla get. Zirənlik eləmə. Zirənlik budur ki, namazın vaxtından deyəsən, yox, məsələn, namazı vaxtında qılsan, bu əldən çıxacaq. Bu, artıq Allahın işinə qarışmaqdır. Sən namazda görmək istəyirsən, get namazında deyən, işin yoxdur. İşvə get vəzifə kimi, Allahın əmri kimi işvi icra ilə Allaha söykən, Allah da nəticə verəcək. Bəzən cavanlar görürəm, deyir, evlənmirəm, çünki pulum yoxdur, nəyim yoxdur. Hamısı imtihan vasitəsidir. Allaha arxalan ailə qur, Allaha arxalan amma. Bəziləri deyir, ailə də qurdum, heç ruzu artmadı. Çünki düz arxalanmamışdım. Allaha söykən ailə qur, Allah Quranda buyurur ki, fəqirlik qorxusundan evlənməyə tərk eləməyin. Allah özü Quranda buyurur. Allah bilmədiyiniz yerdən sizə ruzu göndərər. Sizi xilas eləyər. Biz dünyaya gəlmişik, sözümün sonunda bunu deyim ki, Allahla əlaqə yaradaq. Başqaları bizi Allahdan ayırmasın. Allah bizi imtihana çəkir. Bir görsən, bir qüdrətli adamla tanış eləyir səni. Güclü adamla tanış eləyir. Qüdrətli bir dost qabağına çıxır. Birinin atasının gücü var, birinin dayısının gücü var. Bunlar hamısı imtihan vasitələridir. Onlardan bir vasitə olaraq yararlanmaq lazımdır. Amma qəlbində olan mühümdür. Qəlbin Allahın yanında olsun. Heç vaxt Allahdan qeyrisinə söykənmə. O qüdrət sahibləri hamısı imtihan vasitələridir. Allah səni sınağa çəkir. Onlara arxalandınsa alt üst eləyir. Və 2 ayə oxuyuram Quranla. Bir Huneyn döyüşü idi. Huneyn döyüşündə müsəlmanlar çox qüdrətli idi. Silah, sursat, hərbi gücləri çox idi. Müsəlmanlar arxayınlaşdılar. Dedilər, bu güclə, qüdrətlə bizə heç düşmən etsin eləyə bilməsin. Arxayın oldular, məğlub oldular, uduzdular. Allah Quranda bunu deyir. Bu ayələri oxuyayım. Buyurur, və yevmə Huneynin İz ə'cəbətkum kəsrətukum fələn tuğni ankum şey'a. Buyurur, Huneyn günü sayınızın çoxluğu sizi heyrətləndirdi, arxayınlaşdınız. Odur ki, bunun sizə heç bir faydası olmadı, məğlub oldunuz. Gücsüz tərəfdəydi, amma məğlub oldunuz. Amma Bədir döyüşündə 313 nəfər müsəlmandır, neçə min düşmən. Və buyurur ki, وَلَقَدْ نَسَرَكُمُ اللّٰهِ بِبَدْرٍ وَأَنْتُمْ أَزِلَّهِ. Buyurur ki, amma Bədir günündə Allah sizi qalib elədi, halbuki zəif vəziyyətdəydiniz. Bu 2 ayədən bizə dərs verir Allah. Hərbi gücünüz var idi, arxayın oldunuz, gücünüzə söykəndiniz, mən də düşməndən üz-üzə qoydum sizi, düşmən sizə qələbə çaldı. Bugün hərbi gücünüz yox idi, zəif idiniz, amma imanınız Allah'a idi, möhkəm bağlanmışdınız. O zaman Allah da sizə yardımcı oldu. Amma hünər bilirsən nədir? Cibin dolu ola, arxonda müxtəlif insanlar deyana, o məqamda da özü Allaha möhtac biləsin. Bax, əsl təvəkkül budur. Təvəkkülü bir alim belə tərif edirdi. Deyirdi, 2 hal. Bütün vasitələr sənə üst tutan vaxt. Bütün vasitələr, bütün hadisələr xeyrüvə cərəyan eləyən vaxt məğrur olma, arxayın olma. Və bütün hadisələr, səbəblər səndən üz çevirən vaxt məyus olma, ümidsizliyə qapılma. Bu 2 şey səndə olsa sən təvəkkül əhlisən.
Dünya sənin xeyrinə işləyəndə məğrur olma, arxayın olma, bir anın içində məhv eləyər hər şeyi. Arxasız qalarsan. Dünya tam səndən üz çevirəndə də çəkib məyus olma, Allah bir qapı açacaq. Buna etiqadın olsun. Bu təvəkkülün həqiqi mənasıdır və peyğəmbərlər, imamlar hamısı bu təvəkkül xüsusiyyətinə malik idi. Əbu Süfyan gəldi, dedi, axı sən necə elədin bunu? Məkkəni fəth eləyir peyğəmbər, indi yadıma düşdü. Gəldi, qoşunla daxil oldu. Əbu Süfyan dedi, axı sən heç kim idin? Dilinə gətirdi. Dedi, sənin gücün zəif idi, sən necə elədin? Əlini vurdu Əbu Süfyanın çiyninə peyğəmbər. Dedi, sən bir şeyi başa düşmədin ki, bu şeyləri eləyən Allahdır. Mən Allaha söykəndim, Allah bu qüdrəti mənə verdi. Əbu Süfyan axıra qədər bunu başa düşmədi. Ümumiyyətlə, bu tip insanlar bu məntiqi başa düşmədilər. Heç zaman başa düşmədilər ki, haqqın arxasında dayanan Allahdır və Allah heçdən onlara yardımcı olur. O, təvəkkülün həqiqi mənasıdır.